İlk öncə xahiş edirəm ki, bunu geniş, yəni fikrimi verəsiniz. Nəyə görə? Çünki keçən oyunda da biraz sual başqa cür olmuşdu, amma sanki hakimlikdən sual vermişdim, amma hakimlikdən sual olmadı. Düz deyirsiniz. Çox təəssüflənirəm ki, PFL mənə cavab verdi. Niyə görə? Çünki məndən qabaq demək olar ki, Premyer Liqada o meydançada oynayan bütün məşqçilər etiraz eləmişdi və çox sərt məndən də sərt danışmışlar. Hətta bu meydançanı niyə qəbul ediblər, bu meydançada niyə futbol olur? Amma təəssüf ki, PFL-dən reaksiya gəlməmişdi və mən orada səhv eləmirəmsə etik deyirlər. Mən etiki harda pozmuşam onu axtarıram. Yəni neçə günlərdir axtarıram və tapa bilmirəm. Çox təəssüf edirəm ki, yəni buna belə reaksiya verdilər. Çünki baxın, mən başqa bir məqamdayım. Həmin oyunda 2 dəfə top qapı dirəyinə dəydi. Və biz qapıçı ilə söhbət edirik. O deyir, mən normal hiss edirdim topu, tullandım. Yəni onların hissiyatı var, amma top dəydi dirəyə. Hə. Və ikinci, yəni onu aradan qaldırmaq deyirlər. 12 santim torpaq töküb aradan qaldırırlarsa, yəni biz hara gedirik? Və başqa bir məqamdır. Mən burada futbolçularla fikirləşib deyirəm. Baxın, Bəhlulun zədəsi İmişli stadionundan başladı. Bugün milli komandanın üzvüdür və Bəhlul 6 ay futbol oynamayacaq. Yəni biz hər şeyə fikir verməliyik. Hər kəs çıxıb mən də çox şey danışa bilərəm və çox arqumentlərim var. İkinci, meydançamızı təmizləməyə bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizə meydança təmizləyir? Bilirəm, bizim meydança qarda da oynamışıq. Bizə də deyiblər, bugün oynamasanız reqlamata görə sabah oynamalısınız. Biz bunu deməmişik ki, amma başqaları sabah oynamadı. Ona görə məncə belə şeylərə cavab verməsinlər. Biz nə demişik ki? Demişik ki, yəni qapını standart, yəni orada bu günə kimi neçə oyun oynanıb. Yəni və dərd ondadır ki, bütün orada oynayan komandalar o qapıya etiraz edir. Bilinirdi bu. Biz burada günahkar axtarmırıq, biz deyirik düzələk. Biz istəyirik ki, gələn çempionat daha yaxşı meydan. Bəli, mən öz komandama da deyirəm ki, işıqlandırma olmalıdır. İmkan olsa meydança dəyişilməlidir. Eyni cür bunu Tovuzda işləyəndə də deyildi. Yavaş-yavaş inkişaf eləməli, amma biz dala gedirik. Və biz buna don geyindiririk. Və burada heç bir etika yoxdur və heç kimə də söz demirik. Nə vaxt sözümüz var, biz həmişə açığıq və heç kimdən də belə deyək, çəkinəcəyimiz var, heç kimin də kimdənsə problemi varsa biz başı qarışmırıq. Ona görə xahiş edirəm elə PFL-ə buradan deyəndə etik, nə etikdə çıxsın, indi cavab versin, gör mən etikanı harda pozmuşam. Məndən qabaq danışan məşqçilərin sərt açıqlamasına cavab verərdi. Niyə vermədilər?